Bir-birinə çox yaxın tikilən və ara məsafəsi olmayan, el arasında makler evi adlanan tikililərin olduğu Xırdalandayıq. Bəli, son illər paytaxtın kənd və qəsəbələrində belə evlər çox tikilir. Bəs bu evləri tikənlər kimlərdir, bu evlərdə yaşayanlar kimlərdir və ümumiyyətlə belə evlərin bu formada tikilməsinə icazəni kim verir? Bəli, gördüyünüz kimi suallarımız çoxdur, amma vaxtımız azdır. Ona görə vaxt itirmədən başladıq. Burada yaşayansınız? Bəli. Bu evlərdə? Bəli. Evi tikmişsiniz yoxsa almışsınız? Yox, almışıq hazır. Bəs buradakı evlər nə qədər təhlükəsizdir? Oğlunum, Çox yaxın tikilib, heç arasından bir quş keçməz də, uçmaz belə deyirlər. Yəni burada bir ev yansa digərə keçmə ehtimalı çoxdur. bəli. Eviniz var? Var. Hardan gəlmiş sahibi bura? Tovuzda. Tovuz yaxşı yoxsa Xırdalan? Hərənin öz vətəni. Deməli son illər Xırdalanda və belə ərazilərdə boş torpaq tapmaq, lotereyada jackpot udmaq kimi bir şeydir. Bəli, belə bir ərazi var, boş torpaqdır. Yəqin ki, yaxın zamanlarda kimsə, hansısa makler buranı alıb, 1, 2 və yaxud da daha çox ev tikib satacaq kimlərəsə. Dayı, bu evlər nə qədər təhlükəsizdir? Baxırsınız ki, hamısı bir-birinə yaxın tikilir, ara məsafəsi yoxdur. Əslində qanun evdə ara məsafəsi olmalıdır ki, bu evdə yanğın olanda, bir hadisə olanda oraya girə biləsən. Burada pişik arasından keçmir evlər. Hamısı elə bir ki, qeyri-qanuni tikilmə gedir. Bəs belə bir yerdə yaşamağa qorxmursunuz, sabah bir yanğın olsa? Qorxuludur, əlbəttə qorxulur. Son illər bu Xırdalana bir axın var sanki. Hamı yığılır buraya, maşında da probka yaranır, yaşayış da çətinləşir, hər bir şey burada çətinləşir. Operatorum Həzrətdən xahiş edəcəm ki, iki ev arasındakı məsafəni göstərsin. Həzrət oranı göstər. Deməli, iki ev arasında heç 50 santi belə məsafə yoxdur və evlər belə tikilib. Əslində belə reportajlarda artıq şərhə ehtiyac olmur. Çünki görüntülər danışır. Həzrət, ora göstərir iki ev arasındakı məsafə. Burada evlər niyə belə yaxın tikilir? Yəni bu ara məsafəsi gözlənilmir yoxsa? Xəbərim yoxdur. Siz ustayam, ona görə sizdən soruşuram. Onu tikdirən nədir? Ustasınız da. Bəli. Normalda necə olmalıdır? Bəlkə siz məndən daha yaxşı bilərsiniz. Normalda geniş. Hazırda Xırdalanda iki ev arasında məsafə bax bu qədərdir, bu cürdür. Düz hərəkət etmək belə çətindir. Çalışıram ki, bir təhər buradan çıxa bilsin. Deməli, 1, 2, 3, 4, 5, 6. 6 mənzil. Mənim addımımla ölçəcək təxminən 1, 2, 3. Bəli, 3 metrdir. Bu dar yolun eni və bu dar yol 6 mənzilə aparır. Yəni vəziyyət burada bu cürdür. Bu divarın uzunluğunu ölçürsən deyəsən. Bəs o evlər arasındakı məsafə ölçülmüsən ümumiyyətlə? Evlər arasında yox, ölçülməmiş, yox. Yəni ölçməyə bir yer yoxdur, hə? Yox, daha doğrusu yer yox. Belə başa düşürəm ki, yəni onu alan kim alıbsa, məsələn, torpağı alıbsa, daha çox, yəni gəlir əldə eləməkdən ötürü. Allah eləməsin, sabah nəysə olanda heç valla girməyə yer yoxdur, məsələn. Bunu bilə-bilə amma ev almışsa buradan. Bəli, yəni ki, məcburiyyət qarşısında qalmış o halda. Əgər sir deyilsə, neçə almışsınız? Buranı 60 min almışam. Bu evlər, yaxşı, ara məsafəsini bildim. Gələcək təhlükə var. Bəs tikilmək baxımından keyfiyyətlidirmi? Elə də keyfiyyətli tikilmək demək deyil. Bəli, əlbəttə ki. Bayaq dediyim kimi, boş torpaq saxlamaq olmaz. Daha bir ev tikilir. Bəli, dayanmaq olmaz. Tik ki, tikəsin. Bu yollar bərbad gündədir. İşıqlar da çəkildi. 3 gün yandı. Ondan sonra demək olar ki, küçələr zülmət qaranlıq içindədir. Dayı, bəlkə bu yollar, bu işıq xəttləri, kommunal xidmətlər bu insan axınına dözmür də. Yəqin bu qədər insana hesablanmır da bunlar. Mən elə başa düşmürəm. Yəqin o işığı çəkəndə, xətti çəkəndə düşünməyiblər ki, hansısa makler balaca bir torpaqda bu qədər ev tikəcək və bu qədər ev də həmin o işıq xəttinə uyğun olmayacaq axı. Başa düşürəm. Əslində vizual baxımdan görüntü yaxşıdır, göz oxşuyur. Baxdıqca baxmaq istəyirsən, amma məsələnin digər tərəfini düşünəndə dayanırsan. Çoxdan yaşısınız, burası təzə. Təzə gəlmişik. Ya almısınız da bu evi? Bəli. Neçəyə almısınız bu evi məsələn, siz deyin? 7 min. 87 min. Bəli. Yaxşı, evdən razısınız? Razıyıq, qəşəng. Bəs o evlərin ara məsafəsi yoxdur, yaxın tikilib, gələcək təhlükə var. Düzdür, yaxın tikilibdir. Anda baxdınız o ümumiyyətlə o məsafə yoxsa? Baxdıq, hə. Dediniz ki, eybi yoxdur, problem olmaz hə. Onu tikənlər tikib də. Tikənə sual verərdin ki, ay qardaş, mənə ev satırsan. Olmamışam axı. Mən Naxçıvandaydım, burada yox idi. Kim aldı? Gəldi ki, alıb artıq. Uşaq almışdı oğlum. Bəs evlər özü keyfiyyətlidirmi?
Adətən deyirlər ki, belə evlər bir qat tikilir, bir daş tikilir. Yaxşıdır. Pəncərə olan tərəflər 2 daşlıdır, o böyüklər elə 1 daşdır. 87 minə məsələn daha yaxşı ev almaq olar da, daha keyfiyyətli. Elə ancaq tapdıq, hara geysən bahadır. Həyətyanı sahələrin tikintisində ilk öncə eskiz layihə formalaşır. Bu eskiz layihə torpaq sənədləri ilə birlikdə verilir birinci yerli icra orqanlarına, ikinci növbədə də göndərilir şəhərsalma idarəsinə. Şəhərsalma idarəsi tərəfindən həmən normativlər, yəni yerləşməsi, modelin tam olaraq torpaq ərazisində yerləşməsinin standartları var. Bu standartlar təbii ki, ən ilk öncə nəzərə alınmalıdır. Gələcəkdə yer baş verə biləcək hər hansı bir təhlükələrin, hər hansı bir fövqəladə vəziyyətlərdə evakuasiya planları və yaxud da hər hansı bir yanğın baş verərsə digər evlərə keçməsinin qarşısına alınması üçün müəyyən bir məsafələrə ciddi şəkildə riayət olmalıdır. Təəssüflər olsun ki, bu günlərim, yəni biz baxdığımız zaman həmən normativlərə ciddi şəkildə, yəni riayət olunmadığını və ciddi bir qayda pozuntularını şahid oluruq. Bəli, təxminən 4-5 dəqiqəlik reportajda çalışdıq ki, Xırdalanın bugünkü vəziyyətinin real mənzərəsini sizə göstərək. Böyük insan axını, nizamsız tikilən evlər, yeni salınan məhəllələr. Hər şey göz qabağındadır. Bizdən göstərmək, gerisi qalır bu işə səlahiyyətli şəxslərə, qurumlara.